Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Elhamdülillahi Rabbil Alemin ve salatu ve selamu ala Resulillah. Əziz dostlar, bugün bir həqiqəti söyləmək istəyirəm. Hansı ki, hər birimiz bunu bilirik, lakin şeytan bizləri həmişə öz xoş vədləri ilə bizə üzür gətirərək, bizləri haqlı özümüzə göstərərək, nəfsimizi bizə əziz göstərərək, bizləri daima haqq yoldan aldatmağa çalışır. Allah Teala Quran-ı Kerimdə cənnət əhli ilə cəhənnəm əhlinin diyaloqunu nəql edir. Cənnət əhli cəhənnəm əhlinə belə bir sual verəcəkdir. Mə sələkəkum fi səqar. Sizi səqar dərəsinə, səqar cəhənnəminə salan nə oldu? Qalu ləm nəku minəl musallin. Onlar deyəcəklər ki, bizlər namaz qılanlardan olmadıq. Baxın əzizlərim, şeytan həmişə bizləri alladır ki, qəlbin təmiz olsun, qonşunun toyuğuna daş atmamısan, heç kimə pisliyin keçməyib və yaxud da hər hansı bir yaxşı faydalı işlər görmüsən, filan kəsə filan yaxşılıqlı eləmişsən, kasıblara əl tutmuşsan, yol çəkmişsən, nə bilim, filan xeyirli işləri görmüsən və beləcə insanları azdırır. Baxın, cənnət əhli cəhənnəm əhlindən soruşanda ki, sizi bu cəhənnəm dərəsinə salan nə oldu? Demədilər ki, kasıblara əl tutmamışıq, yol çəkməmişik, quyu qazmamışıq, qonşunun toyuğuna daş atmışıq və s. Heç birini deməyəcəklər. Deyəcəklər ki, biz namaz qılanlardan olmadıq. Ona görə əzizlərim, namaz qılmamaq İslam aləmində, Allah dərgahında şirkdən sonra ən böyük günah sayılır. Və bu elə bir günahdır ki, İslam alimləri bunun tərkinin üzərində ixtilaf ediblər ki, o kəs dindən çıxır, yoxsa çıxmır. Təsəvvür edin. Bəzi hədislərin zahiri insanın dinsiz olmasına dəlalət edir. Bəzi alimlər o hədisləri o cür izah edirlər ki, o dindən çıxmır, lakin ən böyük günah sahibidir. Təsəvvür edin, alimlər icma eləyiblər, yetkinliklə deyirlər ki, namaz qılmayan insan, davamiyyətli zina edən, oğruq eləyən, sələm yeyən, hətta insan qatili olandan Allah dərgahında günahı daha böyükdür. Hətta bir insan bunların hamısını eyni zamanda eləyərsə, onun günahından belə daha böyükdür. İnsan namaz tərk eləməz. Namaz Allah Taala'nın bizlərə əmr elədiyi, gündə 5 vaxt Allahla aramızda qurduğumuz bir əzəmətli rabitədir ki, biz orada hər gün öz qulluğumuzu etiraf edirik. İnsan ən şərafətli nöqtəsi olan alnın Allah qarşısında yerə qoyur, Allaha səcdə eləyir, Allahdan günahlarına bağışlanma diləyir, yalvarır və Allahın rəhmətin və məğfirətin ummağa çalışır. Və insan bunu Allahla arasında kəsməsi, sanki onu göstərir ki, mənim Allaha ehtiyacım yoxdur. Mən öz işlərimi özüm düzüb qoşuram, ahirətdə də mənim heç bir rəhmətə və bağışlanmağa ehtiyacım yoxdur. Görün, insan bu yaxından fikirləşəndə, dərindən düşünəndə, görün, nə qədər əzəmətli bir günahdır ki, insan namazı tərk eləsin. Və namaz elə bir ibadətdir ki, orada heç bir üzür yoxdur. Heç bir üzür yoxdur ki, insan namazı tərk eləsin. Dəlilərə namaz vacib deyil, qadınların müəyyən vaxtlarda onlara namaz vacib deyil, qalan bütün insanlar namaz qılmalıdır. Bütün ağlı başında olan insan namaz qılmalıdır. Hətta qul olsun, azad olsun, fərq eləməz. Allah Teala bizləri islah eləsin, bizləri haqqa haqq olaraq göstərib, haqqa tabi etsin və batili batil olaraq göstərib, batildən uzaq tutsun. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.